Salam dostlar, Kanal Daniye Ribeta yeni vloga xoş gəldiniz. Bugün sizə bir kitab barədə danışmaq istəyirəm. Anna Karenina. Kitab Lev Tolstoy tərəfindən 1873-1877-ci illərdə nəşr olunub. Əsər keçən həftələrdə Heydər Əliyev sarayında tamaşaya qoyulmuşdu. Baş rolda Firdovsi Kişiyev, Aksana Rəsulova çıxış eləyirdilər. Halkımıza dedikodu yayılır. Min cür şair dolaşır. Ama biz Anna'nın qardaşı Stiva həyat yoldaşı Dollini aldadır. Aralarında möhkəm dava-dalaş düşür. Stiva görür ki, həyat yoldaşını heç cürə dilə tutub barışa bilməyəcək. Ona görə bacısı Anna'nı Peterburqdan Moskvaya çağırır. Onları barışdırmaqdan ötürü. Anna Moskvaya gələrkən vağzalda Vronski adlı bir hərbiçi ilə tanış olur. Vronski də anasını qarşılamaq üçün vağzala gəlmiş olur. Anna ilə Vronski ilk baxışdan bir-birlərinə aşiq olur. Amma eyni zamanda Vronski Kit adlı bir qıza da söz vermiş olur. Qız da Anna'nın gəlinlərinin bacısıdır. Kitini Levin adlı bir oğlan da sevir. Levin çox ağıllı, mədəni bir oğlan olur. Kənddə ferması olur. Kit onu bəyənmir, kəndli hesab edir. Vronskidən evlənmə təklifi gözləyir. Anna da qardaşı gilə gəlir, onları barışdırmağa çalışır. Qardaşı gildə qalarkən onu bir neçə ziyafətə dəvət eləyirlər. Hansı ziyafətə getsə, orada Vronski ilə qarşılaşır. Anna evli bir qadın olmağına baxmayaraq, Vronski ondan əl çəkmir. Hər yerdə Anna ilə söhbət eləməyə çalışır. Anna artıq evinə Peterburqa qayıdır. Yoldaşı Karenin dövlət adamı olur. Çox hörmətli bir adam olur. Amma Anna onu sevmir. Həyat yoldaşı olaraq bir-birlərinə heç bir hörmətləri olmur. Vronski Peterburqa gəlir və Anna ilə gizli-gizli görüşməyə başlayırlar. Anna artıq Vronskini çox sevir. Onun bir qızı dünyaya gəlir. Qızı doğularkən Anna bərk xəstələnir, ölümdən dönür. Yoldaşı Karenin Annanı da Vronskini də bağışladığını deyir. Annanın Vronski ilə çıxıb getməsinə izin verir. Çünki öz adına, reputasiyasına görə. Anna oğlu Seryojanı tərk edir, qızı və Vronski ilə İtaliyaya köçürlər. Bir müddət orada qalandan sonra Moskvaya qayıdırlar. Amma Annanı Moskvada əvvəlki kimi qarşılamırlar. Ona hörmət qoymurlar. Hansı ziyafətə getsə orada onu ələ salırlar. Annanın cəmiyyət içində pis vəziyyətə düşməsi onu dəli eləyir. Kitty isə əvvəllər bəyənmədiyi Levinlə evlənir. Öz kəndlərində xoşbəxt yaşayırlar. Amma Anna ilə Vronski ancaq dava-dalaş içində yaşayırlar. Anna adını, şərəfini itirdiyi üçün artıq dözə bilmir. İçki içir, dərmanlar qəbul eləyir. Vronski ilə aralarında heç bir sevgi, hörmət qalmır. Anna bir gün Vronski ilə bərk dalaşır və ona deyir ki, sən məni artıq sevmirsən və evdən çıxır gedir. O vağzala gəlir. Vağzalda ilk dəfə Vronski ilə qarşılaşanda həmin anda vağzaldakı işçilərdən biri poyuzun altına düşüb ölür. Anna da bunu görür. Həmin hadisə yadına düşür və poyuz gəlir, Anna özünü atır poyuzun altına. Kitabı oxumayanlar üçün qısa da olsa izah eləməyə çalışdım. Anna Kareninadan gələk bizim Haçiyə. Haçimizin qulağında nəsə problem var idi. Bərk-bərk qaşıyırdı qulağını. Bir də baxdıq ki, qulağı qanıyır. Apardıq onu həkimə, veterinar dedi ki, groomingdə qulağına su gedib. Su yığılıb orada nəsə də indi heyvanı da heyvana narahatçılıq verir. Biz özümüz də məsəl üçün dənizə gedəndə qulağımıza su gedir, adamı necə narahat eləyir. İndi heyvan da deyə bilməsə də narahatçılıq verirdi ona, bərk-bərk qaşıyırdı qulağını, yara eləmişdi qulağını. Ona görə veterinar təmizlədi qulağını, dərman tökdü. İndi hər gün evdə özümüz veterinarın göstərdiyi kimi özümüz evdə qulluq eləyirik Haçimizə. Yaxşı olar, inşallah sağalar Haçimiz. Bu videolukda bu qədər. Sağ olun dostlar. Görüşərik.